Bax, bunun əsas birinci əlaməti nədir qoturun? Qaşınma. Artıq qaşınma var. Bir gündə başladı və çox-çox xəstəliklərdən fərqli olaraq, məsələn, allergiyanın bəzi növlərində qaşınma var, amma bu gün qaşınır, sabah qaşınmır, 3 gündən sonra bir yediyi ilə bağlı var, amma qotur belə deyil. Qotur xəstəliyi başlayıbsa, qaşınma varsa, hər gün artır. Yəni, hər gün bugün dünənkindən daha şiddətlidir. Artıq elə bir 10 günə, 15 günə elə bir yerə gəlib çatır ki, o insanın bütün sinir sistemini pozur. Mən o pasientlərdən danışığımdan sizə deyirəm. Yəni, deyir, doktor, fikirləşin ki, mən kimi bir insan sabaha qədər yata bilmirəm. Qaşıdıqca qaşınıram. Artıq, nə bilim, özümə qəsd eləmək istəyirəm. Yəni, o dərəcə Allah uzaq eləsin. Belə bir hala gəlib çatır. Deməli, bu qaşıntı varsa, gördünüz ki, yarandı və fikirləşin. Görün ki, məsələn, həkimə getsiniz, çox gözəl. Dəri həkiminə gedəcəksiniz, diaqnozu təyin edəcək, müalicə olacaq, çox gözəl. Amma getmək istəmir, yenə dedim, o addan, qotur adı sizi sıxırsa, istəmirsinizsə həkimə müraciət edəsiniz. Amma görürsünüz ki, hər gün gecələr yatmağa girəndə, yerizə, yorğanın altına girəndə, 5-10 dəqiqə sonra, bədən qızışandan sonra qotur gənələri ki, fəaliyyətə başlayır. Artıq şiddətli qaşınma. Məsələn, kişilərdə genital bölgəni çox tutur, qarın nahiyəsini çox tutur, əlin barmaqların arasını, biləyin içərisini, uşaqlarda hətta üzə qədər gəlib çıxır. Yəni, bu qaşıntı varsa, qaşındıqca qaşınırsa, o səpkilər, o dediyimiz cüt-cüt, qoşa-qoşa görünən səpkilər varsa, ailədə başqa bir yoldaşınızda, ərinizdə, arvadınızda, uşaqda, nənədə, babada artıq ikinci bir adamda görürsünüzsə, artıq qotur xəstəliyi gəlib.